Bugünkü tədbirimizdə çox dəyərli bir qonağımız var. O, təkcə yazıcı deyil, hətta gənc nəslə vətənpərvər ruhu aşılayan dəyərli müəlliflərdən biridir. Qürurla təqdim edirik. Zəfər adlı kitabının müəllifi yazıcı Elnur Nəbiyev. Gəlin onu alqışlarla təqdim edək və sözü özünə verək. Çox sağ olun. Hörmətli müəllimlər, cənab zabitlər, əziz şagirdlər və dəyərli tədbir iştirakçıları. İlk öncə icazənizlə istərdim ki, möhtəşəm zəfərimizin 5 illik il dönümündə mən öz hisslərimi bölüşməyə imkan yarattığına görə və bu tədbirə dəvət etdiyinə görə 216 nömrəli məktəbin rəhbərliyinə öz dərin minnətdarlığımı bildirim və bayramımızı təbrik edim. Əziz şagirdlər, artıq çox şükürlər olsun ki, 5 ildir ki, xalqımız 44 illik bir şərəf yolunun sonunda qazanılmış zəfərimizi böyük bir qürurla, fəxarətlə anır. 30 ilə yaxın qəlbləri alovlandırıb yandıran vətən həsrəti artıq özünü fərqli bir duyğularla bəzələyib. Vətən həsrəti, bəli, bu çox acı idi. Çünki vətən bizim elə bir məbədimiz ki, onu toxunulmaq, saxlamaq üçün minlərlə vətən övladı öz canını fəda edir. Çünki vətən bizim ilk nəfəsimizdə başlayır, son nəfəsində bitir. Çünki biz vətən eşqini anamızın laylasında duymuşuq, eşqimizdə hiss etmişik. Başı göylərə çatan, şanlı üç rəngli bayrağımızın kölgəsi düşən hər qarşımıza önümüzə vətən bilmişik. Vətənin bizə Allah deməsini Məmməd Arazın şeirində arzulamışıq. Vətənə baş kəsək olmadan ölkəyə vətəndaş ola bilməyəcəyimizi anlamışıq. Bəxtiyarın vətən marşına təzim edib, Səməd Vurğun Azərbaycan deyəndə ana doğmasını hiss etmişik. Biz dünyanı vətən məfhumu ilə, bu 5 hərfdən ibarət kəlmənin mənası ilə dərk edəmişik. Anlamışıq ki, Tanrıdan bizə bəxş olan can bu vətən üçün əmanətdir. Doğulduğumuz, boya-başa çatdığımız torpaq, ona olan eşq dünyanın bütün sevgilərindən ən qüdrətlisidir. Əziz şagirdlər, əzəmətli zəfərimiz bizə təkcə ərazi bütövlüyümüzü təmin etmədi, həm də gələcək nəsillərə böyük bir miras qoydu. Şanlı tariximizin qan yaddaşının son sözlərini qızıl hərflərlə yazdı xalqımız. Bu əlbəttə ki, təkcə dövlətimizin deyil, bütün dünya Azərbaycanlarının, Türk dünyasının, böyük Turan elinin qələbəsidir. Mən ehtiyatlı olan bir zabit kimi, Qarabağ müharibəsinin iştirakçısı olaraq onu demək istəyirəm ki, xalqımızın əsas vəzifəsi torpaqlarımızı azad etməkdir, bəli. Ancaq bizim vətən qarşısındakı borcumuz bununla da bitmir. Artıq bütöv olan Azərbaycanımızın sərhədlərini qorumaq, bayrağımızı qorumaq, sərhədlərimizin keşiyində durmaq, 5000 illik dövlətçilik ənənələrimizi qorumaq, milli mənəvi dəyərlərimizi, siyasi maraqlarımızı qorumaq, mənsubiyyətli bu torpağa, bu coğrafi yolla bütün dəyərlərimizi müdafiə mühafizə etmək bizim indidən sonraki borcumuzdur. Bütün bu sadalandıqlarım da əziz şagirdlər, artıq şübhəsiz ki, bizdən sonra estafet alan siz şagirdlərin Azərbaycan gəncliyin üzərinə düşür və inanıram ki, ən layiqli şəkildə bunu yerinə yetirəcəksiniz. Sonunda mən bir daha
möhtəşəm qələbə münasibəti ilə, Zəfər bayramı münasibəti ilə hər birinizi təbrik edirəm. Allah sizləri qorusun, Allah xalqımızı qorusun deyirəm. Sağ olun.